Biz olan yerdə lampa, işıq, hər şey sönük qalmalı. İşıq bizik. Biz işığıq. Bəli. Böyle bir gici bir girişdən sonra. Necəsən Zosi? Bugün necəsən? Bugün əlayam. Dünənlərim elə qəşəng dincəldim. Başa düşdüm ki, dünənlərim əslində biz bu podkastı çəkməli idik. Zosi ilə belə plan eləmişdik. Amma dünənlərim başa düşdüm ki, saat ardası 3-4 radələrində yox. Mən artıq bundan sonra yatana qədər heç nə eləmək istəmirəm. Çox maraqlıdır. Qayət Zosi podkast çəkməyə başlayandan şeyi hiss eləməyə başlayır adam. Yəni ki, podkast bir enerji xərcləyirsən axı onu çəkdiyin gün. O nastroyeniyada olmalısan. Beynində başqa heç nə olmaz. O çətindir. Yəni eyni zamanda da maraqlı tərəfi odur ki, bax məsələn 5 dəqiqə bundan əvvəl biz belə çox rahat bir formada oturmuşduq. Yenə söhbət edirdik aramızda, amma çox belə chill oturmuşduq. Elə bil o kameranı sən tık eləyirsən. Bir şey olur. Orada belə burada da bir şeylər tık olur. Danışdıqca da tam tərsi şeyi görürəm ki, artıq bizim bir podkast çəkmə ehtiyacımız yaranıb. 100% o da var. Biz artıq yəni bu danışdığımız həftə belə bir oturub 1 saat danışmışıqsa bir rahatlama gəlir, bir meditativ tərəfi var bizim üçün yəni bunu eləməyin. Düzdür, burada danışırıq, sonra məsələn həmin o mövzuları öz aramızda yenə elaborate edirik. Daha da dərinin dərinə, dibinin dibinə artıq nə dərəcədə mümkündürsə onu enirik. O dərəcədə də danışırıq, amma bunun sayəsində həqiqətən də. Bundan əvvəl də eləyirdik, amma dünən məsələn rəfiqəmizlə oturmuşduq, kofe içirdik üçümüz. Bir də ayıldıq ki, biz 1 saatdır podkast kimi danışırıq sadəcə və yəni adam artıq bizdə o şey yaranıb. Ayda bunu çəkə bilərdi. Ay bu mövzunu çəkə bilərdi. Niyə danışdıq filan bir gic bir şeyə keçmişik. Amma bu günlərin biz qəşəng hazırlıqlı gəlmişik. Sizin də sayənizdə bir neçə dənə yəni hazırlıqlı gəlmişik. Biz belə deyəndə özüm buna inanıram və accordingly act eləyirəm. Ona görə mən bugün hazırlıqlı gəlmişəm. Sizin bizə göndərdiyiniz, sizin bizə yazdığınız bir çox kommentlər var. Hansılar ki, çox bizə maraqlı gəldi və düşündük ki, ayrıca bir mövzu olaraq biz onlar haqqında danışmalıyıq, öz fikirlərimizi bildirməliyik. Bunun sayəsində sizin də bu haqda fikir bildirməyən insanların da fikirlərini eşidə bilərik. Ona görə YouTube şərhlərinizi mütləq oxuyuruq və oradan da bizə mövzular çıxır. Ona görə sizə də təşəkkür edirik ki, bəzən yaxşı, bəzən pis bir şey yazırsınız, amma yenə də biz oradan bir podkastlıq mövzu çıxarda bilirik. Bizə sərf edir yəni. Engagement üçün çox sağ olun. Çox sağ olun. Həqiqətən də çox dəyərlidir və artıq bizə komment yazın naminə demirik bunu. Həqiqətən də o geri dönüşü sizdən almaq, fikirlərinizi eşitmək bizim üçün yeni ideyalar gətirir. Bir əvvəlki videomuza yazılan bir şərhi oxuyacağam. İstərsən sən oxusun. Elmirako adlı izləyicimiz yazıb. Qızlar, belə emosional zəka dolu, axıcı söhbətlər çox əladır. Təşəkkür edirəm öncəliklə. Biz təşəkkür edirik. Çox sağ olun. Bir fikir bildirmək istərdim. Orada özünü sevmək barədə olan müzakirələrə. Bu yaxınlarda bir podkastda eşitmişdim. Deyir, bizim insan olaraq hər birimizin dark necessities, yəni qaranlıq ehtiyaclarımız var. Biz onları görə biləndə, qəbul edəndə, dəyişdirə biləcəyimiz qədər dəyişdirə bilib, qalanı ilə də yaşaya biləndə, hətta yarada biləndə çox mənada özümüzü sevməyə başlayırıq. Bəli, bu çox sancılı yoldur, amma özünü də bütöv hiss etməyin bir hissəsi sayılır. Hətta Anthony Kiedsin belə bir mahnısı da var bu arada. Belə intellektual söhbətlər Türklər demiş mühabbətin aktığı podkastdır. Çox sağ olun, çox sevinirik belə pozitiv sizdən geri dönüş aldığımızda. Bu çox maraqlı mövzudur. Bu mənim də üzərinə həmişə çox düşündüyüm bir mövzudur. Ümumiyyətlə insanın yin-yang da, yəni bu qədim fəlsəfə olan yin-yangdan baxdığımızda xeyir və şər ki, bu şərq fəlsəfəsində də olan bir şeydir. Yəni bir insanın mütləq bir işıqlı tərəfi olduğu kimi də qaranlıq tərəfi də var. Və yəqin ki, artıq müdrikləşmək ondadır ki, sən öz qaranlıq tərəflərini də qəbul edirsən və artıq onların da həyatın bir ehtiyacı olduğunu qəbul edirsən. Mən məsələn bunu oxuyanda elə şeylər gəldi ağlıma ki, məsələn
üzülmək də bizim bir ehtiyacımızdır, kədərlənmək də bizim bir ehtiyacımızdır, yas tutmaq da bir şeyə. Çünki bu da belə debat olunan bir şeydir də. Bəzi insanlar bir dənə onun adı var, nə pozitivçilik, bir dənə adı var, yadıma düşməyəcək. Belə hər şeydə ancaq pozitiv. Məncə o bir xəstəlik və delusional bir dərəcədə approach deyil. Hər şeydə ancaq pozitiv axtarmaq. Promote olunan o şey. Əslində bu yəqin ki, reklamlardan başlayan bir şeydir. Positive vibes only. Ay sağ ol. No. Yəqin ki, dünyada bu reklam industriyası ilə yaranan bir şeydir və indi bunu influencerlar davam eləyir ki, səhər durdun, günəşli, ay bu gün çox gözəl oya. Heç kəs elə oyanmır da. Yəni biz bilirik ki, hamı struggle eləyir də günə başlamaq üçün. Amma axı o məsələn o reklamı eləməlidir, səhər o skincare-ını göstərməlidir deyə. Və sən də belə insanlar necə gözəl picture satır. Durmadan xoşbəxtdir, hər anı ilə xoşbəxtdir və inanmağa başlayırsan bu delusiona, yəni bu yalana ki, illüziyaya ki, belə mümkündür. Amma insanın içində kədərlənmək, mən məsələn kədərlənməkdən zövq alıram Zosi. Səndə var biraz melanxoliya Zosi. Sən payız sevirsən, yağış sevirsən, qar sevirsən, yay sevmirsən. Amma eyni zamanda da çox pozitiv insanam da, yəni. Halbuki o dark şeylərimi mən bəsləməsəm, içimdəki o darkness-i bəsləməsəm bu qədər pozitiv olmaram. Daha mood swingli olaram bəlkə, daha nə bilim emosional şey olmaram. Amma məsələn mən oturum belə bir dənə belə ağlamalinski və dram oxuyum tutaq ki, onu alacağam dünyadan və o belə ki məni stabilləşdirir, balansla saxlayır. Okay. Mən totally başa düşürəm sənin nə dediyini və mənə elə gəlir ki, hamımızın elə bir dövrü olur ki, gün ərzində bir də gördün hansısa bir random bir gün ərzində o bir mahnı eşidirsən belə, nə bilim, o an kədərlənmək gəlir içindən, özü hansısa serialda, filmdə bir qəhrəman kimi hiss eləyirsən. O an bir ağlamaq gəlir, bir depressiv mood gəlir. Əsas odur ki, bu yəni insana zərər verəcək qədər dərəcədə olmasın. Amma hamımız bu mood swingləri yaşayırıq. Bayaq Zosiya deyirəm ki, gün ərzində 5 dəfə mənim nastroyam dəyişir. Yəni ki, mən heç bir insan gün ərzində ancaq yaxşı nastroyada olmur. O gün ərzində hələm əl-axsus qadın o qədər şey beynində fikirləşir ki, yəni biz zaten bir dəqiqənin içində 20 min fikir tükətə biləcək kapasitədə olan varlıqlarıq. Ona görə ki biz elə bunu 4 dildə fikirləşirik. Beynimizdə neçə söz, neçə min. O dəfə belə bir reel gördüm ki, bir dildə danışan insanın beynində 15 min, 20 min, ən yaxşı halda 30 minə qədər söz var. Hər dildə. Bir dildə. Və sən təsəvvür elə 4 dildə danışırsansa, sən gör beynində lazımsız nə qədər yer tutan sözlər və hər sözün 4 forması. Amma sən onu bilsən. Hər sözün sinonimlərini də bilirsən. Axı ingilis dilində 5 məna sinonimi, türk dilində 2 sinonimi, rus dilində 3 sinonimi. Çox yer tutur. Mən onu bir də bilirsən necə fikirləşdim, amma bəzi sözləri də indi təbii ki Azərbaycan dilində məsələn çox çalışanda o sözləri arxivdən çıxardıb yadımıza salıb yenə də deyə bilirik. Amma o arxivdə qalan və çox istifadə olunmayan sözlər var və o 4 dilin kombinasiyasını danışan insanlar normalda heç bir dildə mükəmməl danışmırlar və hansısa dildə yadında saxlamadığı dili başqa dildə yadında saxlayır və elə bil ki o birisi dildə o sözlərin sayı burada replace eləyir. Deyəsən belə bir şey oxumuşdum ki, yəni bizim beynimizdəki heç nəsinə silinmir. Hamısı ordadır. Arxivdədir ardasa. Sadəcə məsələn yadımıza düşməsə belə biz onu bilirik. Yəni beynimizin içində bir yerdə qalır. Halbuki çünki çox düşünəndə yadına sala bilirsənsə, deməli hardasa orada qalıbdı. Və o sözlər filan, nəysə bura hardan gəldi bilmirəm, amma ondan danışırdıq ki, tək pozitiv deyil. Gün ərzində 100 dənə şey fikirləşirlər. Bayaqlarım elə biz bu mövzu haqqında danışanda ChatGPT-nin köməyi ilə mənə kömək elədi ki, bu fikirləri Azərbaycan dilində formalaşdıraq ki, 100 dənə dili, hər dəfə də 100 deyirəm. Stop da. Don't flatter yourself this much, I say. Yəni 4 dili qarışdırıb fikirləri bildirməmək üçün ChatGPT-nin köməyi ilə bunları, o dark necessity-lərin bəzilərini tərcümə elətdirdim Azərbaycan dilinə və onları səsləndirmək istəyirəm. Çünki onlar hərəsi də elə bir ayrıca bir danışmaq üçün mövzu kimi gəlir mənə. Deməli bir neçə dənəsi diqqətimi çəkdi. Bizim də ikimizin də relate edə biləcəyimiz. Biri deyir ki, birisi uğursuzluq qorxusundan yaranan perfeksionizm, bu akazvayıtsa dark necessity imiş. Və bir növ fikirləşirəm ki, bəzi dark necessity-lər insanı
inkişafdan saxlaya bilər Zosi. Məsələn, bu misalı götürsəm əgər, uğursuzluq qorxusundan yaranan perfeksionizm, mən həyatımın hansısa dönəmində bunu təcrübə eləmişəm və hiss eləmişəm ki, bu məni ancaq geriyə salır. Çünki o papam həmişə bir dənə şey deyirdi və bəlkə də uşaqlıqda o sözü çox eşitmişəm. Travma olaraq qalıb məndə. Mən həmişə deyirdi ki, əgər bir şey eləyirsənsə onu mükəmməl elə ya da heç eləmə. O vaxtda sənə elə öyrədilib. O mənə bir ustanovka kimi beynimə elə bir ki, yeridilmiş bir fikir olub və mən onu ilə böyümüşəm və başqa məsələn siblinglərimdə də bunu görürəm, məsələn qardaşımda da bunu görürəm, bacımda da bunu görürəm ki, bizim hamımızda o mükəmməliyyətçilik var. Və mən məsələn mahnı coverlarımı belə hansısa dönəmdə artıq o mükəmməllikliyə olan yanaşmamı dəyişəndən sonra aşmışam. Əvvəl eləyə bilmirdim. Eləyə bilmirdim. Yadımdadır, hətta sənlə yəni biz bunu eləyirdik. Yadımdadır. Yəni mən bunun əziyyətini çəkmişəm. Sən Zosi? Mən çox maraqlı, mənim anam özü dünyanın ən mükəmməliyyətçi insanıdır, qız bürcüdür. Yəni o bir uşaqlıqdan qızıl medalla bitirib, nə bilim, bütün hər şeydə qızıl medal. Bir də qız bürcüdür. Hə, özü də qız bürcü. Mükəmməliyyətçi. Yəni mükəmməliyyətçi, perfeksionist. Məncə perfeksionist deyə bilərsən. Perfeksionistdir də bu qadın. Amma çox maraqlı ki, bizi elə böyütməyib. Yəni biz uşaqlıqdan o şeylə böyümə. Onu məncə elə böyüdüb, onun nənəsi belə ədəbiyyat müəlliməsi və çox belə ciddi belə qadın idi. O amma yəni uşaqlıqdan mənə öyrədib ki, sənin bu ədəbiyyata marağın var, səndə dillər yaxşı alınır, kimyadan 3 al, heç kəs bunu care eləməyəcək. Sən kimyanı bilməli deyilsən, zorlama özünü. Yəni lütfü deyir, o boş vaxtında get ədəbiyyat oxu məsələn. Çox düzgün o baxımdan tərbiyə verib ki, ona görə də məndə heç vaxt o şey qorxusu ilə bir işə başlamayım. Düzdür, xarakterimdə yəqin şeydir, belə inisiativim yüksəkdir məndə, nəyəsə başlama həvəsi. Ona görə o mənim məsələn qarşımda heç vaxt durmuyub ya da ki, nəyisə bəyənməsəm də rahat eləyə bilirəm. Yəni biləndə ki, bu ideal deyil. Məsələn podkastda, yəni mən heç bəyənmirəm bir çox şeyini podkastın. Amma çox okeyəm bunun olduğu kimi çıxmağı ilə da. Yəni beynimdə aşmısan da artıq heç olmayıb o məndə. Olmayıb. Mən aşmışam. Məndə çünki olubdu. İndi hal-hazırda perfeksionizm dərəcəsində olmasa da, amma hələ də özümdə onu hiss eləyirəm ki, yeni nəyəsə başlayanda məndə o bir obsession leveldə olur. Mən bütün özümü ona həsr eləyirəm. Yəni yenə də hardasa mükəmməlliyə çatdırmağa çalışıram. Məktəbdə necə idin Zosi? Mən məktəbdə 7-ci sinifə qədər dərsdən qaçan və çox pis oxuyan uşaq olmuşam. Okey. Amma o mükəmməliyyətçilik onda özünü göstərmir. Amma mən mükəmməliyyətçi idim musiqidə. Mən çox gözəl skripka çalırdım və hamı elə bilirdi ki, mən skripkanı davam eləyəcəm, konservatoriyaya gedəcəm. Mən bütün zamanımı əslində ona sərf eləyirdim. Orada çox yaxşı idim. Amma birdən beynimə düşdü ki, yox, mən musiqini davam elətdirməyəcəm və birdən-birə mən başladım çox yaxşı oxumağa və məktəbi əlaçı bitirdim. Universitetə daxil oldum. Yəni ki, pulsuza və yəni beynimə qoydumsa, deyirəm də o obsession level mənə gəlirsə, əgər beynimə bir şey qoyuramsa, o obsession ilə bir yerdə mənə yüklənir. Amma perfeksionizmi özümdə aşmışam hansısa leveldə. O bəlkə də xarakterdir, impulsivliyimdən irəli gəlir. Çünki bir də gördün, hardasa yolun ortasında həvəsim sönə də bilər başladığım bir şeyə. Başladığınız bitirməmək? Bitirməmək deyil, bitirirəmsə bitirirəm. Yəni görürəm ki, əgər davam eləmək istəmirəm, onu bitirirəm o anda. Amma yarımçıq buraxmağı sevmirəm. O mənə şey verər, o mənə narahat eləyər. Onu düşünərəm işte gecə-gündüz. Daha birini səsləndirmək istəyirəm. Digəri ağrını gizlətmək üçün yumor və ya sarkazmdan istifadə etmək. Bu da dark necessity imiş. Mən heç bunu elə görmürdüm məsələn. Mən onu elə görürdüm elə. Mən məsələn özüm 100% elə bir insanam. Tutaq ki, hansı bir travmamdan belə danışsam, mütləq onu zarafat formasında danışıb, ən gülməli halına salacağam və özümdən məzələnəcəm, onu necə yaşadığımı ironiya. Səncə niyə elədi Zosi? Eləmə mexanizmam ironiyadır. Yəni əgər mən onu belə oturub ciddiyə alsam və ciddi danışsam, Chandler Bingley var biraz məndə, başa düşdün? Ay sağ ol. Başqa cür mən o informasiyanı deməli kop eləyə bilmirəm. Mən gərək ona gülüm. I see. Ən pis şeyimə belə güləndə mən belə rahatlıram ki, ay sən
dramanı absurd levela endirirəm də. Yəni bunu necə absurd bir şeydir və absurd komediya çox sevirəm də yəqin ona görə. Yəni mənə elə gəlir bu bizdə ailədə də var. Bizim ailə çox belə ancaq yumor üzərinədir bizim münasibətimiz. Məsələn, oturub ciddi danışmırıq biz öz aramızda. Ancaq yəni bilirsən də bizim ailədə hamı bir-birini bully eləyir də belə oturub. And I love it. Durmadan hər şey sən də beləsən, sən də beləsən. Amma bunu belə gülə-gülə belə şeylə də yumorun içində. Amma əslində demək istəyirəm mən nəyisə bəlkə atama ya da deyirsən də. O mənə demək istəyir. Amma ciddi desək orada bir skandal olardısa ya da belə travma alardıqsa, gülə-gülə deyən amma hər şeyi də deyirsən də. Sən filan şeysən. Hə, sən də filan. Papam canım deyə hər şeyi deyir. Məni qatıq səni qatıq. Bizə elə gülə-gülə deyir. Avara-avara işlərlə məşğulsuz da. Amma yəni dedi və rahatladı. Dedi rahatladı. Zarafata saldı da dedi. Demək lazımdır dostlar. Amma əslində sənin söz deyim, doğrudan bu çox yaxşı bir şeydir. Əgər dark necessity olduğunu məsələn düşünməsəm, bilməsəm, yəni onu qəbul elə ki, dark is half of us hissəsidir. Yəni bizim yanımız da vardı. Eyni hansı pisdir, hansı yaxşı bilmirəm. Bizim şərimiz mənim üçün ağ yaxşıdır, qara pisdir. Hə, yəni qaranlıq is fine qəbul eləyəndən sonra başa düşürsən ki, bu qaranlıqdır. Bu da bir o insan xislətinin əslində yaxşı ya da pis olması məsələsidir. Bu arada biz o günlərin bir-birimizə girdik bu söhbət haqqında danışanda. Yaxşı və yaxud pis və Zosi iddia edir ki, insanlar hamısı əslində pisdir. Sadəcə olaraq yaxşılıq bizə yüklənmiş sonradan, yəni society-nin bizə yüklədiyi bir şeydir. Belə demirəm, biraz belə bir şey dedi, yəni mən belə anladım. Nasıl elə anlayıb? İndi gəlin mən necə düşündüyümü iddia da eləmirəm ha bu arada. Ağlıma gələn düşüncədir. Okay. Bir iddiam yoxdur heç bir mövzuda. Amma mən ona düşünürəm ki, skandal vermədim aşkım. Amma mən bu xeyir və şər mövzusunda biz danışırdıq Zosi ilə. Bunu son vaxtlar çox düşünürəm. Əgər siz də düşünürsünüzsə fikirlərinizi bildirin. Mən şeyə inanıram ki, biz məsələn güclü olan qazanır dünyasıdır da. Yəni vəhşi heyvanlar aləmində necədirsə, insanların da aləmində elədir və biz bu gün dünyada baş verən bütün nə bilim müharibələrə, bütün siyasi o hər şeyə baxanda, krizislərə baxanda bir daha bunu görürük ki, hə, güclü olan qazanır, zəif olan məhv olur və heyvan instinkti ilə davam edən bir şeydir və bütün oxuduğumuz distopiyalar, nə bilim, izlədiyimiz filmlər və belə də həyatın reallıqlarını ən yalın, çılpaq halı ilə göstərəndə görə bilirsən ki, insanlar daha çox zərər verəndir, nəinki fayda verəndir. Yəni o situasiyalarda insan özünü qorumaq ki, bu da bizim həyatda qalma, bizim iki instinktimiz var da, çoxalmaq və həyatda qalmaq. Bizim yaxşılıq eləmək kimi bir instinktimiz yoxdur, faydalı olmaq kiməsə. Amma onu bizə elə bil ki, cəmiyyət yəqin ki, həyatda qalmaq. Amma vardı ya, elə insanlar da var əslində. Ya görmüşəm elə insanlar ki, yəni hamıya kömək eləməyə çalışır, hamıya nəsə eləyir. İnstinktimiz yoxdur, amma o öyrədilən, tərbiyə olunan kodumuz var. Məsələn, o cəmiyyətin mənəvi kodlarından biri olaraq mən belə düşünürəm ki, məsələn, o gün sən nə gördüm Zosi? Bir dənə sənədli film gördüm Titaniklə bağlı. Deyir ki, bizə məsələn Titanik filmi necə göstərir? 3-cü klass, DiCaprio'nun olduğu klassda 3-cü kasıblar. Kasıbların olduğu kasıblar. Bizim olduğumuz klass. Bu sözü çox sevirəm. Hə, yəni ki, onları daha yaxşı insan olaraq göstərir və birinci klassı daha pis insan olaraq göstərir o film bizə. Çünki pul əl çirkidir. Klass da indi. Göstərir ki, o kasıblar gedir hamıya kömək eləyir, birinci qadınlara kömək eləyir filan, amma birinci klass belə də, yəni ki, bunları aparırlar, gətirirlər filan, amma əslində necə olub tarixdə? O 3-cü klass kasıblar arvadlarını, uşaqlarını atıblar kişilər və özlərini xilas eləyiblər və birinci özlərini şey eləyiblər və o orada tamamilə bərabərsizlik pozulub, tamamilə hamı başda bir-birini çəkiblər. Çünki film bizə göstərir ki, kasıblar yaxşıdır. Və bunu niyə eləyir məsələn? Amma real life-da o sənədli filmə görə elədir də. Birinci klass tam tərsi, başlayıb hamıya kömək eləməyə, kasıblara da kömək eləyir. Yəni əslində o intellektuallar, tutaq ki, daha yüksək şeyə gəlib çatanlar daha yaxşı insan olub. Xəcə biz elə düşünmürük. Biz düşünürük ki, zənginlər pis insandır, kasıblar yaxşı insan.
Mən heç vaxt elə düşünməmişəm ki, Nağıllar bizə belə öyrədir. Amma yəni bir reallıq da var. Yəni Shrek gedir o qaladan prinsessanı məsələn zənginlərdən qurtarır və yaxud o birisi bütün skaskalarda. Robin Hood deyə bir personaj var. Robin Hood zənginlərdən alır, kasıblara paylayır. Elə bil ki, bizim beynimizdən alladılar bizi. Bilmirəm, amma eyni zamanda da məsələn görürsən də fərqi düz deyə bilmərsən ki, bütün zənginlər belədir, bütün kasıblar belədir. O qədər ibnaşqalar var ki, kasıbların da içində. O onunla deyil, amma kasıb da deməyim. Kasıb niyə biz deyirik durmadan? Kasıb əslində sözdür də. Okey də, yəni. Kasıb insanlar elə bil daha əli açıq və verici olurlar da normalda. Yəni məsələn çox zəngin insanlar var ki, o qədər simicdilər ki, yəni eyni zamanda da mən düşünürəm ki, bunun puldan savayı bir gücün də verdiyi bir personality switch var. Çünki ən pis zərərləri ən güclü insanlar dünyaya hal-hazırda eləyir. İndi gözümüzün qabağındadır bütün hər şey. Yəni ki, puldan savayı o pulun verdiyi qüdrət insanları elə bil pisə yönləndirir. Ona görə deyə bilmərəm ki, zənginlər pisdir, yox, amma qüdrət insanı dəyişir və deyə bilmərəm ki, məsələn, o pozisiyada mən olsam, mən necə eləyərəm? Çünki bir də zənginlər göz önündədir. Zənginlər publikçını, onların elədiklərini biz həmən görə bilirik. Biz onların hər şeyini bilirik. Kasıb orada kənddə kimə nə başa düşdün, onu bilmirik. Bir, ikincisi də simiclik məsələsində o simicdir deyə zəngindir də Zosi. O pulunu kasıb elə paylaya bizim kimi. Qohum əqrabaya. Başa düşdün. Onda vizyon yoxdur. O birisi vizyonu var deyə simicdir. Deyir ki, yəni bunu ora invest edeyim, bu pulu və əslində elə bir şey var da, ən zənginlərin heç vaxt cibində çox pul olmur. Çünki onlar həmişə pulunu orada-burada invest eləyə daha da zənginliyini artırır. Ən çox onlar bankrot olurlar, ən çox onlar böyük itkilər, pul itkiləri eləyir. Amma Zosinin dediyi şeyə 100% mən də qatılıram ki, ona görə insanları mühakimə etmək çox çətindir. Düzdür, biz hamını mühakimə eləyirik. Bunlar bəlkə podkastda da gördüyünüz kimi. Bu podkastın bütün pointi odur ki, biz hamını mühakimə eləyirik. Amma məsələn də o ən qüdrətli, ən böyük siyasətçilər, tutaq ki, liderlər, dünya liderlərini oturub evdən mühakimə etmək çox asandır. Yəni demək ki, filan kəs çox pis insan. Təbii ki, onların elədiyi o iyrənclik dərəcəsində şeyi, yəni mən ümumiyyətlə demirəm. Amma bir tanışım var idi, Zosi. O deyirdi ki, bir şirkətdə işləyirdi. Bildiyin, yəni bütün bu Wall Street-in varlı insanları ilə belə sözü keçirdi. O deyirdi ki, mən hərdən elə insanlardan elə şeylər eşidirəm ki, hansılar ki, baxırsan, çox belə gücləri çox yüksəkdir. Yəni pulun sayəsində gücləri, bəzi sözləri ingilis dilində demək istəyirəm. O powerları, o əllərinin girə bilmə yerləri, like they're very powerful. And the more power you have, the quicker you become. Yəni ki, onlar hamısı sapıqdır. Siz deməyə başlayın. Doğrudan sözün əsl mənasında. Və sən demiş, hardan bilirik ki, biz bu insan xislətimizlə o qədər qüdrətə sahib olsaydıq, o qədər güclü olsaydıq, biz eyni indiki insan qalacaqdıq. Yox, mən düşünürəm ki, pul dəyişməsə də güc insanı dəyişir. Ona mən inanıram. Səlahiyyət. Adicə nə bilim, birinin üstündə. Adicə məsələn banka gedirsən, məsələn Türkiyədə bunu çox yaşamışam. Burada deyə bilmərəm onu çox. Bəlkə də burada da var, amma Türkiyədə bunu çox yaşayırdım ki, yəni baxırsan ki, adamı məndən bir mərtəbə üstündür də, sadəcə bankdakı klerkdir və mən oranın müştərisiyəm. Artıq səndən elə aşağılayıcı tonda, elə səni əzərək ki, yəni özünü orada şey istəyir ki, mən səndən bir pillə, bu dəqiqə sənin mənə ehtiyacın var da. Ehtiyacın var, aynən. O his, yəni sən onu təsəvvür vur, nə bilim, 100 minə və o yüksək top yerlərdə olan adamlar. Biz necə olardığı bilmədiyim üçün əmin deyiləm ki, o insanmı pis insandır, yoxsa o qədər sən onda başqa səlahiyyətmi insanı dəyişir? Məncə dəyişir, çünki indiki Nərminlə, indiki Aysellə o power'a sahib olan Nərmin, Aysel eyni insanlar deyil. Eyni insanlar deyil. Ona görə çox üzülürəm amma belə də düşünəndə. Yəni Newjel bir damcı içimizdə yaxşılıq yoxdur. Hələ o power'a sahib deyilik. İndidən pis oluruq. Ona görə də heç vaxt o power'a sahib olmur. Vizyonsuzluq yoxdur.
Elə də demədən Zosi. O kadar da değil. Amma doğrudan da bəzən nə bilim baxıram bəzi yəni baş verən şeylərə və deyirəm ki, heç mənə o power lazım deyil. I swear to God. Demə, çağırma. Yox, elə demək istəmirdim. 100 kat power I want. Ay. Zosi, stop it. Okey, mən o power'ı istəyirəm. Bu söhbət burada kapansın. Yəni, Keçək növbəti dark side. Yenə də istədik. Okey, başqa dark ehtiyaclarımız. Gəl onu bir bağla özündə, sənin içində. Nəyi? Düşünək də ki, sənin dark mənim dark necessity'in side'ım. nədir Dark məsələn? necessity'm nədir? Toksik tərəfi. İnanırsan, bunu açmamışdan əvvəl əslində çalışdım, düşünüm, tapım özümünkünü, tapa bilmədim. Dəs özümü çox da yaxşı tanımırmışam. Bəlkə sən mən də nəsə görmüsən. Self-awareness-dən də qısaca danışa bilərdim, maraqlıdır. Özünü tanımaq demiş. Sənin dark adam onu özü Dark bilər. necessity. Toksik trait-in nədir sənin ən toksik tərəfin? Deyə bilərəm əslində. Yadıma düşdü. Bu spiskdə var idi, amma şpargalka neyim? Amma bu spiskdə var idi, amma eyni zamanda da yəni oxuyan kimi dedim ki, bax bu точно mənəm. Bax məsələn o toksik trait məndə var. Mən düşünürəm ki, heç kim heç nəyi məndən yaxşı eləyə bilməz. Mən əgər bir işi görürəmsə, onun məsələn nə bilim 5 dənə elementdən ibarətdir o işi görmək. Onun 3 elementini mən verə bilərəm ki, başqa insan eləsin. Amma mən elə düşünürəm ki, heç kim onu məndən yaxşı eləyə bilməz və həmişə özümü overload eləyirəm işlə. Çox səhv bir şeydir. Amma mükəmməliyyətçiliklə bu eyni yerdə gedir. Ola bilər, kstati, ona bir yaxınlığı var. Amma delegirovать eləmək bacarığı özü də ayrıca bir bacarıqdır da, yəni perfeksionizmlə qıraq. O control freaklikdir, o məndə də var. Delegirovать eləyə bilməmək. Sən də bilmirsən. Mənim ən çətinliyi çəkdiyim şeydir. Biz necə zəngin olacağıq, necə biz power'a sahib olacağıq, delegirovать eləməyi öyrənməliyik. Öyrənirik də, artıq əvvəlki kimi deyiləm mən. Məsələn, əvvəllər heç eləyə bilmirdim. Bütün işi mən görüm, bütün komandanın işini mən görüm. Məsələn, 8 nəfərlik komandayıq, amma tək görüm. O bilər heç nə eləməsin. I was fine with it. Çünki rahat idim ki, zato bilirəm ki, bu işi yapdım, oldu, bütün tasklar yerinə yetdi. Onlar eləsəydim, mən gecələr yata bilməzdim də, bildin. Amma indi elə o leveldə deyiləm, onu deyə bilərəm ki, indi artıq delegirovать eləməyə başlamışam. That's good. Amma özünki nə idi? Ağlıma gələn özünlə ilgili. Bir kontrol freaklik 100% mənim ən böyük problemlərimdən biridir. Hələ də var, üstündə işləyirəm. İkincisi, məsələn, bir dəfə də bunu danışmışdıq ki, bir dava vaxtı mən sakitləşirəm və qarşımdakına da imkan vermirəm məndən dalaşsın. Və mən sən onu elə paniş eləyirsən. Ondan o deyə bilmir, içində qalır. Amma mən də deyirəm ki, yəni mənlə sakit tonda danışmasan, mən bu dialoqu bitirdim də burada. Mən elə gəlir ki, bu mənim belə ilan tərəflərimdən biridir. Zaten məsələn özündən ayrılsan hansı xarakterə görə ayrılardın? Gəl bunu deyək. Amma bu yəni pis tərəfin də olmaq zorunda deyil də, yəni hər hansı bir xarakterin. Məsələn, bir dənə çox belə pis bir xüsusiyyətim var. Səhv olduğumu bilsəm belə, əgər bir şeyin sporuna başlamışamsa, İşte mən heç vaxt səhv olduğumu bilə bilmirəm. Məncə o gözəl bir şeydir ki, səhv bir şeydir. Mənə kimsə gətirir faktlarla deyir, bax, bu belədir. Mən deyirəm, yox, elə deyil. Mən həmişə o faktla gələnəm. Zəhləm gedir sən kimi insanlardan. Mən nə olar, bir dəfə də yola verin. Deyin ki, sən düz deyirsən. Mənim üçün o mübahisəni udmaq çox önəmlidir. Amma əvvəllər hər şeyə görə ümumiyyətlə spor eləyə biləcək şeydəydim, personality-dəydim. Onu illər ərzində çox dəyişdim. Bəlkə də öz-özünə dəyişdi. Başa düşdüm ki, yaşla da çox adam mənasız bir şeydir. Şey olmur, bezir ondan. Ona enerji sərf eləmək istəmirəm. Amma var idi məsələn məndə durduq yerə, bacımla da durduq yerə spor eləyərdim. Mənim üçün elə bil ki, hər conversation bir şey idi də, yəni spor üçün bir malzemə. Amma o sırada məndə keçdi. Amma özümdən ayrılmaq üçün səbəb desəm... Mən məsələn spor eləməyi çox sevirəm. Mənim üçün o neqativ bir şey deyil. Debat eləmək. Amma Zosi, sən debat eləyəndə, məsələn, Zosi ilə mənim qardaşım çox debat eləyirlər. Bu arada ikisi də qoçdur.
saatlarla edərəm. Onlar bir araya girəndə, onlar başlar mübahisə eləmə. Mən qorxuram bunlar mübahisə eləyəndə. Mən özümü çox narahat hiss eləyirəm. Mən orada özümü onlar öz stixiyasında olurlar. Onlardan başqa heç kim o stixiyada olmur. Hamı narahat olur. Biz ikimiz çox rahat oluruq. Bir-birimizə ən dərinə belə etmişik orada. Yox, əslində içimizdə çox rahat oluruq. Qıraqda da heç rahat görsən. Debat eləməyi, belə hansısa bir ideya üzərində saatlarla onu belə dərin içinə belə girmək mənim ən sevdiyim şeydir bu həyatda. Dərin söhbətdə, məsələn biz indi səninlə danışırıq. Prosta mən artıq münasibətimi o danışığı elə bil dəyişmişəm. Əvvəllər həqiqətən də bir mübahisəli bir şəkil görsəydim, yəni mən deyən olacaq yanaşmasından eləyirdimsə, indi həqiqətən də başqa tərəfin fikri mənə maraqlı ola bilər və onun sayəsində məsələn öz fikrimi dəyişə bilərəm, yəni qəbul edə bilərəm hansısa fikri deyə bilərəm. Okay, it makes sense. Əslində debat sevən adamlar məncə ona görə sevir ki, digər perspektivi də eşitmək istəyir. Maraqlı da olar. Yəni sən eşitmək istəməsən onunla niyə danışasan? Sənə maraqlı görüm oradan nə çıxacaq. Ya spor dərəcəsində sevmirəm artıq və çalışıram eləməyim. Amma o debat mənə maraqlıdır. Debat mən də çox sevirəm. Məsələn mən fikirləşirəm Amerikada böyüsəydim, burada məktəbə getsəydim, o debat klassları var. Mən onlarda ən belə birincilərdən olardım. Çünki saatlarımı ona xərcləyərdim ki, debat elə, debat. Zosi. Amma gördüyün kimi ancaq elə sən qardaşınla debat edir. Maksimumum budur. Okay, özümüzdən ayrılma səbəbimiz. Çox çətin sualdır. Mən özümdən mükəmmələm. Yox, mən özümdən bilirəm niyə ayrılardım. Özümlə yaşasaydım. Mənə elə gəlir ki, mənim bu xarakterim çox annoyingdir. Özümə çox qapanıram. Və belə elə bil ki, kimi yaşayıram evin içində, bitkisel həyata keçirəm. Məsələn, keçirəm o otaq var, kitabların olduğu otaq. Oradan 36 saat çıxmaya bilərəm filan. Yəni yəqin ki, heç kəs elə partnyor istəməz. Ümumiyyətlə sən solitude-u sevirsən. Çox sevirəm. Mən yalnızlığımı çox sevirəm və o mənə elə gəlir ki, elə partnyor tapmaq çox çətindir ki, o da hansı ki, o da okeydir. O leveldə onu istəsin. Hə, düz deyirsən. O xarakterim yəqin ki, ən birinci annoy eləyən o olardı qarşımdakı. Bəzən ki, tək olduğumu düşünürəm də dünyada. Bir mən varam, başqa heç kəs yox. O qədər egocentrik. Mən və başqaları. Başqa heç kim yox. Boşluq və mən və düşüncələrim və elə olanda yəni o annoyingdir. Əslində mən düşünürəm ki, it's a huge luxury. Əgər sən onu yaşaya bilirsənsə, ona görə child free olmağı seçmişəm. Bu çox yaxşı bir şeydir. Yəni ki, həqiqətən də mənim hərdən elə günlərim olur ki, hər şeydən belə off götürürəm. Hər şeydən literally və həmin günü özümə həsr eləyirəm. Həmin gün bəlkə çox produktiv olmaya da bilərəm. Amma o özümlə vaxt keçirməm, amma məndə o çox nadir hallarda baş verir. Giving my graphic. Amma özün məsələn evdə sosial insansan da, yəni ev əhli ilə belə bir yerdə olaq. Yəni çəkirdək bir ailəmiz var. 3 nəfərdən ibarətik, amma yəni yox, non-stop social olmuruq. Çünki mənim qızım da sənin kimidir. O da solitude-unu çox sevir. Mən də yəni. Onu elə yaxşı. Bəzən məsələn olur ki, biz harasa gedəndə Zosi özü elə deyildi ya. Deyir, üzüm evdə nə edəcək, darıxacaq bizlə gəlsin. Mənim o evdə elə xoşbəxt olacaq. Biz onu tək qoysaq. Üzlə gəzir bizlə. O da deyir ki, mən lazım idi mənə bu. Mən onu anlayıram ki, mən də o yaşda tək qalmaq ən böyük xoşbəxtliyim idi. Maraqlısı odur ki, o yaşda mən də elə idim Zosi. O yaşda o ehtiyacdır yəni tək qala bilmək. Məsələn, mama deyirdi ki, görürdüm ki, biz də 4 uşaq olmuşuq. Bir də gördüm, biri itirdik, gözlərinə batmırdı da çox olduğu üçün. Deyir, birdən yadıma düşürdü ki, mən bugün Ayşəli görməmişim. Gelirdim, görürdüm ki, balkonda bir ikinci oturmuşsan kitabınla. Elə yemirdin, içmirdin, otururdun orada tək qalasan. Sən də deməli sevirsən də. Sevirəm, əslində sevirəm. Məsələn, səhər hamı evdən çıxandan sonra o təklik. That's my idyllia, I love that. O zamanı çox sevirəm. Deməli o səndə də var. Prosta mən onu yəni balansla yaşamaq məcburiyyətindəyəm. Çünki yəni uzun müddətli onu eləyə bilmirəm. Həmən bəzən orada itə bilirəm. Yəni orada belə yoxa çıxa bilirəm belə evin içində. But that's great. No, it's not good. Why not? Partnyorun üçün yaxşı bir şey deyil də o elə bir. Amma sənin partnyorun da solitude-unu sevir. O da çox sevir. Məncə mən özümdən amma ona görə ayrılardım. Ayrılardın hə? Maraqlıdır. İndi düşünürəm, həqiqətən də ağlıma bir şey gəlmir ki, səndən niyə? Yəqin ki, bilirsiniz nəyə görə özümdən ayrılardım. Yəni yorulardım özüm kimi insanla, bilirsən niyə? Niyə Zosi? Mən biraz qeyri-stabiləm bəzi şeylərdə. Yəni
belə impulsivəm. İmpulsivliyin bezdirə bilər adamı. Hə, impulsivliyin bezdirə bilər adamı. Bir gün duraram deyərəm, bugündən sonra biz ancaq bunu eləyəcəyik. Səhər duraram deyərəm. Amma eyni vaxtda da impulsiv adamlarla yaşayan adamlar o qədər bilir ki, bu impulsiv bir şeydir. Onu ciddiyə almamağı öyrənir. Və ona görə amma ciddiyə alınmamağımı görsəm də, ona görə də yəni şey olaram, alınaram. Sən olarsan. O adam səndən annoyed olmur yəni. Olmur. Çünki ciddiyə almır da o şeyi. Mən olaram da. Məsələn, sən mən elə insanla yaşasam, hansı ki bu personalitiyə sahib olsa, mən annoy olaram. Makes sense. Deyirəm ki, başı xarabdır. Sən pятница на неделю. İmkan ver həyatımızı yaşayaq. Bir də mən məsələn həmin o saatlarda belə çox dark şeylər zətdə oxuyuram axı da. Evdə belə dark aura yaradıram. Partnyorum da deyir, yenə yasda, yenə gəlmişəm evdə yasda. Hə, o düşünsən evə gəlsən, evdə yenə bir dramda. Oh my god. Çox pisdir. Amma sən bunu başa düşürsən. Bilirsən ki, belədir. Özümlə dalga gülürəm yəni. O mənə deyəndə lap gülürəm ki, mən niyə beləyəm. Yenə kimin deyir şeyini 7 nəsillik dramını oxuyub ağlayırsan da belə evin içində. Nə ehtiyacın var? Doğrudan da dalga keçməyi bacarmalısan məncə. Yəni o çox yaxşı bir hissdir. Sonuçta biz bir-birimizlə də çox dalga keçirik. Otherwise dözə bilmərik. Görsən nə qədər neqativ tərəflərimiz var imiş. Mən heç aware deyil idim bunlardan. Çox varmış. Biz həmişə başqa şeylərdən danışırıq. Özümüzün yaxşı tərəflərindən niyə həmişə danışırıq? Biz həmişə belə yaxşıyıq, elə ya necə yaxşıyıq, hər şey necə yaxşıdır falan. Əslində indi danışanda da əslində başa düşürsən ki, oh my god, burada nə qədər sorun varmış. Bu arada Darkness demişkən Zosi bayaq gəldi. Mənə dedi ki, necə Euforiya serialının etkisi altındadır. Məncə mən bu gün məsələn onun çox etkisi altında, təsiri altındayam. Hiss edirəm, biraz Darkness-dan gəlmirsən. Enerjim darkdır. Məsələn, olur da gəlirsən və nəşən yüksək olur. Bu gün elə bil o nəşə biraz şeydir yəni. Eyfariyada buraxıb gəlmirsən. Serialına baxırsınızsa, çox istəyirəm bu serial haqqında danışmaq, amma bilmirəm. Spoiler olar olmaz. Spoiler vermədən danışa bilərəm, amma bilmirəm baxmayanlar varsa, yəni onlara maraqlı olmaya bilər. Baxmamısınızsa ümumiyyətlə birinci növbədə önərərəm ki, baxasınız. Önərərik ki, baxasınız. Amma çox darkdır. Enerjisi çox darkdır. Yəni ona hazır olun ki, belə girəcəksiniz bir neqativin içinə, ondan zövq alırsınız. Mənim ki, mazoxistdirsə, baxın deyə bilərəm. İlk 2 sezonuna mən baxmışam bir neçə il bundan əvvəl və bu günlərim Zosi gəldiğində ki, bitirdim də artıq. O birdən başlamışdı baxmağa. Mən son bir həftədə. O nəyisə deyir və mənim hələ də yadımdadır, təsəvvürə gətirin və normalda mən bu gün baxdığım şeyi sabah unudaram. Hə, bunu mən necə oxuyum yəni? Bunun bütün yazdığını oxuyum, yoxsa? Bu da əyləndirir də Zosi. Bu arada bizə bir nəfər komment yazıbdı. Bu hansıdır? Qurban psixologiyası və manipulyasiya haqqında olan epizodun altında. Və biz istədik bu haqqda da danışaq. Əslində çox kritik bir... Amma bizə çox yaxşı mövzu verdi ki, bu mövzunda danışa bilərik. Deməli, yazıbdı ki, maraqlı söhbət idi Zosilər, amma mənə qəribə gəlir, biraz sizin yaşlarda olan insanların bu mövzulardan danışması. Bizim yaşımıza nə olub? Anlamadım mən. I love it. Mənə bu 30-a qədər çox normal görünür, amma yəqin ki, yaşınız 30-dan çoxdur. Bunu da necə anladınız? Ayrı konu. Yox, biz tez-tez deyirik həm də özümüzdə. Deyirik, burada da yəqin demişik. Amma deməsək görəsən 30-dan çoxu veririk. Göstəririk, necə göstəririk usta? Bu biraz qəribə gəlir. Türkiyədə bir müğənni var, İrem Derici. Bizi İrem Dericiyə oxşatdılar. Gülməlidir. Bir ayağı qəbirdədir, hələ də deytdən, zaddan danışır. Ayıb ya. Elə yazır. Hə, çox maraqlıdır. Yəni bu mən sizi elə mühakimə edərəm bu günlərin burada sabahdan səhərdən axşama qədər. Anladıq yəni adamın dərdini. Adamın dərdi İrem Derici.
Nəsə İrəm də alıb verə bilmədiyi bir şey var. Yox, amma zarafat eləyirik həqiqətən. 100%, Təbii ki, hər 100%. insanın düşüncəsinə hörmətlə yanaşırıq. Sizin bizi mühakimə eləmə azadlığınız var. Necə ki, biz burada hamını mühakimə eləyirik. Çox 100% normaldır. dediyimiz hər şey zarafatdır. Belə şeylərə alınmırıq. Çox da maraqlı gəlir. Buyur. Amma ki, bu bizim üçün məsələn eicizmi danışmağa bizi ilhamlandırdı ki, eicizm nədir deyə başlasaq, insanlara yaşına görə mühakimə eləmək və yaşına görə bir yerə qoymaq. Bu gənclərə də olunur, xüsusilə iş yerlərində gənclərə çox olunur. Azərbaycanda da məsələn Yaşlılara daha çox olunur. Məsələn, bəlli yaşa Yaşlılara qədər məsələn iş elanı qoyurlar. 18-dən 35-ə qədər ancaq qadınlar alınır məsələn. Burada tək eicizm yoxdur, seksizm də var. Kişilər ümumiyyətlə konsider eləmirlər, amma Azərbaycanda o çox populyardır. Çox populyardır, amma gənclərdə də şey var da, məsələn, universiteti bitirmisən və deyirlər ki, ancaq təcrübəli işçi axtar. Bu adam universiteti indi dünən bitirib, yəni bu adamı işə necə almırsan, yaşına görə, təcrübəsizliyinə görə ya da ki, yaşına görə daha az maaş verirlər filan ya da mobbinq olur iş yerlərində. Yəni həm gənclərin, həm yaşlıların ya da orta yaşlılar, hər yaşda insan məncə eicizmlə həyatının bir nöqtəsində qarşılaşır. Amma bizim atalar nə deyib? Atalar nə deyib? Atalar deyib ki, ağıl yaşda deyil, başdadır. Elə bildik ki, sən yaşın nə fərqi var? Yaşın nə fərqi var ki, sevirəm sadır. Anamız deyib. Düz deyirsən. Onu mənim nənəm qısaca həmişə deyirdi. Ağıl yaşda deyil, başdadır. Həqiqətən də elədir. Bu mövzuya toxunaraq onu deyə bilərəm ki, ümumiyyətlə mən o fikirlə razı deyiləm. Yəni bu mənim subyektiv fikrimdir ki, deytdən ancaq bəlli yaşa qədər olan qadın və yaxud kişi danışa bilər. Əslində, sözünüzü kəsdim. Yəni biz burada məsələn ikimiz də elə insan deyilik ki, belə bir şey var da, yəni bizim cəmiyyət biraz qapalı bir cəmiyyətdir. Bunun fərqindəyik. Hər şeyin fərqindəyik. Biz burada danışanda dediyimiz kimi bizə cəsarətli filan deyirlər ki, siz elə mövzular. Halbuki biz elə də mövzularda danışmırıq, amma başa düşürük ki, biraz o qapalı cəmiyyətdə şok kimi olur da. Xüsusilə kişilərdə, oğlanlarda bu qəribə reaksiya. Yəni linclərin çoxu bizə qarşı cinsdən gəlir. Başa düşürəm ki, bizdə bir şey görürlər ki, indi bunlar 20 yaşlarında qızları necəsə pis influensa salmaqdır məqsədi bizim qızlarımızı da. Ola bilər yəni ki, qoruma instinkti ilə bunu deyirlər. Amma mənə elə gəlir ki, biz Zosi ilə burada oturub məsələn green card necə alınır, Amerikada marketlərdə qiymətlər nədir? Really? Danışsaydıq onsuz da podkast açmazdıq. Öz adıma ən azından deyə bilərəm ki, bir şey inqilabi deyilsə, onsuz da məndə onu eləmək üçün maraq yaranır. Yəni bu mövzuda ki, danışmaq hamı danışa biləcəyi bir dar bir çərçivədə, hansı ki, burada nə bilim başa düşdünüzdə nə demək istəyirəm, yəni ki, bütün çekləri qoyur o mövzu, yəni ən təmiz, ən içində bir draması olmayan, intriqası olmayan mövzudursa, mən onsuz da onu danışmaq mənə maraqlı olmayacaq. Mənə tam tərsi o mövzular maraqlıdır ki, groundbreakingdir də onu danışa bilmək. Məsələn, insanlar evlənəndən sonra belə bir düşüncə var ki, artıq münasibətlərdən danışmamaq, artıq və bu çox qadınlara qarşı bir şeydir. Məsələn, mən elə kişilər də tanıyıram ki, oturacaqlar həyat yoldaşları yanında falan və başlayacaqlar ilk sevgilərindən danışmağa, məsələn, kişilərdə ki, mən ilk sevgimi, məsələn də yaşlı kişilərdə də tutaq ki, bunlar ilk sevgimlə belə olub, adı belə idi, romantikasında və hamı oturub bunu normallaşdırır. Amma bir qadın öz ilk sevgisindən amma təsəvvür danışa bir qadın orada onu deyə bilər ki, mənim də bir evlənmədən boyfriendim oldu. Yəni bizim cəmiyyətdə qadına qarşı bu belə anormal bir dərəcədə şey var ki, yəni qadın elə bil ki, evlənmədən heç kəslə görüşə bilməz, amma kişi çox adamla görüşməlidir və s. Yəni biz bunu qırmaq üçün burdayıq. Yəni biz bunun absurd olduğunu düşündüyümüz üçün burdayıq və bu mövzuları çox rahat danışırıq və yaxud ki, ümumiyyətlə mən heç onun o tərəfini də düşünmürəm ki, nəyisə qırım, nəyisə yəni kimin üçünsə nəsə dokazvat eləmək üçün ürəyim nədən istəyir ondan da danışıram. Belə də ki, xoşunuza gəlmir, baxmayın. Yəni ki, mən Zosi qədər tolerant deyiləm belə şeylərdə. Yəni o səbirlə hər şeyi izah edə bilər, amma mən burada ancaq bir şey görürəm ki, yəni belə şey deyən insan mənim üçün dar düşüncəli insandır. Əgər sən düşünürsən ki, deytdən ancaq bəlli yaş kateqoriyasında insanlar danışar və deytdən 30 yaşı üstü qadının danışmağı çox infantil sizə gəlirsə,
Siz elə çox cavansınız, eybi yoxdur, yaşımıza veririk. Вы еще дорастете до этого. Onu da əlavə eləyim ki, nəyə əlavə eləyəcəkdim? Bir linç daha gəlirdi sizə. Bəxtimiz gətirdi, yadımdan çıxdı. ADHD işə yaradı burada. Yeah. Bu çox absurd bir düşüncədir ki, 20-lərdən sonra insan düşünürsə ki, yadıma düşdü. Nə hisslər olur, nə sevgi olur, nə bilim, sevgi haqqında analiz eləmək olur. Yəni bu adamlar yəqin ki, deyirəm də, nə bilim, Sokratın, Aristotelin, Platonun hansı yaşda, hansı münasibətləri dərin fəlsəfəsinə endiyinin fərqində deyirlər. Elə bilirlər ki, Platon 20 yaşında ya da Sokrat 20 yaşında münasibətlərdən yazıb və yaxud nə bilim, Nietzsche və yaxud Dostoyevski və yaxud Tolstoy. Tam tərsi, yəni ki, 20-lər o həyəcanları yaşamaq dövrüdür, amma o həyəcanlar haqqında uzun-uzun danışmaq, podkast aparmaq üçün həqiqətən 20-lər çox tez ola bilər. Mən ümumiyyətlə düşünürəm ki, 20-lərdə yaşanan hisslər belə o qədər uşaqsıdır ki, 30-lar və yaxud 40-larda yaşana biləcək potensial hisslərin yanında. 20-lərdə insan hələ özü nə qədər formalaşıbdır ki, o dərinlikdə hissi yaşasın. Təbii ki, bunun da exceptionları var. Bəlkə 20-lərində də çox dərin hissləri yaşayan insanlar var və həyatında heç vaxt o dərinlikdə hissləri yaşamırlar. O ayrı bir mövzu, amma bu o demək deyil ki, hamıda belədir. Bir də nəyi misal gətirmək istəyirdim? Məsələn, mən burada çox görürəm. Yaşından fərqi olmayaraq, yəni yaşının nə olduğunun fərqi olmayaraq bir qadın, hətta 70 yaşında bir qadının, nə bilim, 80 yaşında bir kişi ilə date elədiyini görmüşəm. Bizim normalımız budur. Biz öyrəşmişik ki, o yaşda iki nəfər əgər bərabərsə, deməli bunlar ancaq ər-arvaddırlar, amma o kişi onun boyfriend idi. Yəni onlar evli deyil idilər, onlar date eləyirdilər. Həyatlarının 3-cü, 4-cü baharlarını yaşayırdılar və bu çox normaldır. Əslində bizdə də bu evlilik proqramlarına yadımda nə qədər adam gəlirdi 2-ci dəfə, 3-cü dəfə evlənmək üçün. Exactly. Və ümumiyyətlə romantik münasibətlər ya da məsələn 30-dan sonra boşanan insanlar neynəsin? Desin, ay yaşım keçib artıq münasibətlərdən. Mən bilirsən bunu həm də nə ilə bağlayıram. Mənə elə gəlir ki, Azərbaycanda bir də o stereotiplər də vardı, yəni olmalısan. O qədər, yəni deməyim odur ki, o qədər belə stereotiplərə kapalı böyüyürlər və yaşayırlar ki, elə bilirlər ki, 30-dan sonra insan bir də date sözünü ağzına almamalıdır. Elə bir şey yoxdur. Yəni ayıblanmaq. Elə bir şey yoxdur. Date'dən danışmaq necə ayıb ola bilər? Bu dünyanın ən gözəl şeylərindən biridir. İnsanların arasında olan münasibət heç bir zaman tükənməyəcək qədər mövzu yaradar da iki insanın arasında danışmaq üçün. Ona görə yenə də deyirəm, biraz əsəbləşdim əvvəldə, amma mən əsəbləşmirəm, mənim nabarat bu belə meydan verir danışmağa ki, yəni ikimizdəki o rock-and-roll elə budur da ki, yəni ki, nəyə ki deyirlər ki, ayıbdır eləmə, mən onu elə daha çox eləmək istəyirsən. Ondan kayf tuturam ki, bu ayıbdır və onu eləmək məndə daha çox motivasiya olur məsələn. Tak что belə bu mövzuda danışmağımız yaxşı oldu. Elə bu kommentin gəlməyi də yaxşı oldu ki, bunun sayəsində biz bu mövzunu açdıq. Siz bu haqqda nə düşünürsüz? Yazın. Bu arada mövzudan kənar bir fikir haqqında danışırdıq Zosi ilə və düşünürəm bu haqqda da bəlkə balaca bir açılış eləyək. Çünki düşünürəm bu da bəlkə bir neçə epizod danışa biləcək, randomlı fikirlər ağlımıza gəldikcə deyə biləcəyimiz mövzudur. Amma mən nəyə toxunmaq istəyirəm? Ümumiyyətlə fikir vermişəm ki, mənə elə gəlir hamınız fikir vermisiniz. Məsələn, qadınlarda həmişə qadınla daha çox compete eləyir, deyə bilərəm. Məsələn, qadınlar qadınlarla saç kəsimi belə görə bilər qadın, nə bilim, yeni sumka almısan, onu görə bilər qadın. Qadınlar üçün elə bil bəzənirlər, geyinirlər, düzənirlər falan. Kişilər elə bilirlər ki, onlar üçündür, amma əslində onlar üçün deyil. Qadınlar bunu digər qadınlar üçün eləyir, böyük əksəriyyəti. Amma kişilərdə elə bil bu heç yoxdur. Mənə gəlir kişilərdə o competition hissi. Mən elə görmürəm. Məncə, məsələn, bir kişi inanmıram ki, desin, məsələn, iki dənə dost oturub desin ki, gördüm filan kəs də təzə saç eləyib özünə. Onlar da maaşları ilə, maşınları ilə, karyeraları ilə bir-birindən bəhsə Məncə onu da eləmirlər. Mənə elə gəlir ki, kişilər çox daha humble-dır Zosi bu mövzuda. Yəni o qədər azla yetinə biləcək varlıqlardır ki. Elə kişilər də var. Mən belə böyük əksəriyyətdən danışıram da. Təbii ki, var o. Mən bəhsəbəs kişilər o qədər tanıyıram. Onlar da var, amma mənə elə gəlir bütün böyük əksəriyyət daha şeydilər.
Yəni var olanla yetinəcək. Ümumiyyətlə həmişə belə bir şey deyirlər. Məsələn, bir parada, məsələn, qadınla kişi evlidirlər. Nəyəsə görə boşanırlar. Kişi elə olduğu yerdə saymağa davam eləyir, amma qadın nə bilim gedir, başqa şeylər deyir. Yəni kişinin motivasiyası nəsə eləmək üçün daha çox situasiyada qadından gəlir deyə düşünürəm. Yəni qadının istəkləri əsasında kişi poposunu qaldırır, nəsə eləyir. Amma normalda kişiyə çox şey lazım deyil kimi düşünürəm. Mənim həyatımdakı kişilər elə deyil. Çox belə kompetitiv kişilərdir belə. Yəni elə deyirsən heç onların ağlıma... yanlarındakı qadınlar bəs necədirlər? Səncə onlar o qadınların sayəsində elə kompetitivdirlər? Yox, single vaxtlarından elədilər. Yox, qətiyyən qadınla bir əlaqəsi yoxdur. Mən amma düşünürəm ki, var. Yəni elə kişilər də var təbii ki, onları da tanıyıram. Yəni ətrafımda da var ki, həqiqətən mən məsələn o kişilərin kompetitivliyini şeydə görürəm. Məsələn, tutaq ki, o öz saçı ilə yox, amma mənim arvadım gözəl olsun, ən ortamdakı gözəl mənim arvadım ya da ən ağıllı mənim olsun, nə bilim, mənim uşağım falan yerdə oxusun ya da nə bilim işlə bağlı, maşınla bağlı, daha yaxşı maşını mən sürüm. Yəni materialist competitionlardan danışırsa, onu mən sexless, genderless bir şey kimi görürəm. Məsələn, uşaqla övünmək və yaxud həyat yoldaşı ilə övünmək o biraz başqa şeydir. Mənim dediyim daha başqa şeydir. O bir kişi ilə müqayisə eləyir də. Yəni ortama gəlir öz arvadı ilə. Məsələn, başqa kişi deyir, "A, mənimki daha." Yəni əslində o kişilərdə çox daha yüksək gəlir mənim. Mənə gəlir kişilərin ən böyük competitionu qadın üzərində olur, Max. Bir qadını əldə etmək üçün məsələn onun üzərində olur ən böyük competitionları. Onun dışında o bütün dünyanı idarə edən lider kişilər hamısı bir-birindən bəhsdədir. Yəni mən daha böyük torpaq mənim olsun, müharibələr, tutaq ki, kişinin əslində ruhu o biraz power'a sahib olanlar, o power'a sahib olan insanlarda o məncə şeydir artıq. Power'a sahib olanda sən daha çox power istəyirsən. Kişilər də powerdan qidalanır kimi gəlir mənə. Amma hər kişidə o power yoxdur da. Yəni ümumiyyətlə power çox qısa bir kəsim kişilərdə, balaca bir kəsim kişilərdə var da. Böyük əksəriyyətində power yoxdur. Və o power olmayanda mənə elə gəlir ki, bilmirəm, mənə elə gəlir ki, bir qadın, əgər bir kişinin yanındakı qadın daha çox motivasiya verir, qatılıram ki, yəni o dediyin şeyə, yəni qadın biraz belə işıq olur da, irəli aparır kişini və bu müasir qadınlar da belədir. Elə bil ki, bizim indiki qadınlarımız daha güclü olublar, daha bir şey olublar və kişiləri hardasa motivasiya eləyirlər. Amma belə tarixi şey olaraq baxdığımda mənə elə gəlir ki, kişilər mənə çox daha kompetitiv. Yəni qadınlar tam dediyin kimi də elə o bir-biri ilə yəni mənim çantam budur, çox belə saf şeylərdir o. Ətrafındakı 5 kişini götür. Tanıdığım 5 kişini götür və 5 qadını götürün. Və o 5 kişinin içində neçəsi bilirsən ki, məsələn, kompet eləyir. Hamısı. Başqa bir kişi ilə. Hamısı. Çox kompetitivdir mənim ətrafımdakı kişilər. That's so weird. Mən niyə elə düşünürəm? Qızlarınki yəqin çox daha üzdədir və çox daha naivdir deyə gözə girir, bildin? Yəni ki, həqiqətən də ortama gələn kimi görsən ki, bu qız belə onun paltarına baxdı, bu bunun paltarına baxdı. Getdi eyni paltardan aldı. Oğlan onu eləmir. Çox açıq eləyirlər, çox saftrik eləyirlər başa düşdün. Amma oğlanlar elə şeylərlə onu eləyirlər, manipulyasiyalarla falan. Heç bəlkə biz görmürük ki, orada bir böyük bir competition gedir, bildin? O siyasi bir competition, diplomatik eləyirlər də bəlkə. Amma çox maraqlı, siz nə düşünürsünüz bu haqda? Yəni hansımız daha bəhsə-bəsik. Gör ChatGPT nə deyir? Olubdur ki, məsələn, görmüsən ki, qadındır, amma hansısa kişi ilə bəhsə-bəsə gedir. Mən məsələn elə ailələr çox görürəm. Qadın kişi ilə bəhsə-bəsə gedir. Məsələn, özünə competition olaraq bir kişini seçir. O ya, işdə çox başa gələn bir şeydir. Kişilər qadınlarla kompet eləyir məsələn, onu çox görmüşəm mən. Bağladıq. Sən mi böyüksün, mən mi? İstanbul. Yəni mən bunu competition hansında böyükdür ChatGPT-yə sormayacağam. Çünki bəllidir ki, elə soruşsam 100% kişilər deyəcək. Mən bu
sualı necə beynimdə formülə eləmişəmsə, o formada sual verirəm. Bəhs-əbəs daha çox qadınlarda var, yoxsa kişilərdə Azərbaycan standartlarına görə? Azərbaycandan danışırıq hal-hazırda, dünyanı qoymuşuq bir qırağa. Azərbaycan cəmiyyətində bəzi toksik davranışlar qadınlarda, bəziləri isə kişilərdə daha çox görülə bilir. Amma bu biologiyadan çox tərbiyə, sosial gözləntilər və mədəni rollarla bağlıdır. Kişilər daha çox görünürlər. Nə deyir? Məsələn, ənənəvi Azərbaycan standartlarında kişilərdə daha çox görünürlər. Emosiyalarını gizlətmək, aqressiyanı güc kimi göstərmək, qısqanclığı normal. Bu nə deyir? Mən başqa şey soruşmuşam. Bəhs-əbəs nədir bilirsən? Dalaş ChatGPT. O qədər dalaşıram ChatGPT ilə. Salaqdır. Necə mənim əsəblərimi korlayır. Bəhs-əbəs sözü bəyən budur. Nə deyir? Deyirəm ki, bəhs-əbəs nədir bilirsən? Deyir, boş yerə mübahisə etmək, dava dalaş, bir-birini yormaq, lazımsız konflikt yaratmaq. Salaq, bu da sizin ChatGPT. Keçirəm cloud-a. Süni intellektimiz. Anyways, ChatGPT siz də bunu çözə bilərik deyə düşünürəm. Azərbaycanda elə bil ki, mən kimi anladım ki, yəni daha görünürdə olan, bəlkə də qadınların bəhs-əbəsidir. Mən elə görürəm. Amma yəni mənim olmayan kişi tanıdığım çox azdır belə. Bəhs-əbəsi olmayan. Yəni nə ilənsə bəlkə də bu insanlar məsələn qadınlarda da onun olması çox biolojik bir şeydir də. Yəni ki toyuqlar tövlədə məsələn bir xoruz var, bir-biri ilə eləyirlər, yəni bəhs-əbəs gedirlər ki, hansımızı seçəcək, bu gün hansımızı bəyənəcək. Və insanların da yəni ki o nutrosunda içimizdə yəni olan bir şeydir ki, məsələn, sən demiş, biz bunu şeylə eləmirik, paltarla eləmirik. Amma biz də başqa bir şeylə, mən ortamı girim, oradakı ən nə bilim filan şey mən olum məsələn də, ən cool mən olum, ən nə bilim nə mən olum və s. də. Bizdəki hər nədirsə, biz də onu başqa cür yəqin ki eləyirik. Və məncə kişilər də bunu eləyir, yəni başqa şeylərlə. Hətta məsələn, fashionla eləməklə də mən geyinmirəm və mənim coolluğum fashiona saymamalı, çünki mən sizdən ağıllıyam, başa düşdün. O da bir bəhsə girməkdir də, hardasa. O biraz şeydir də, elə bil özünü prosta elə qoyursan. Yəni даже не bəhs, a prosta ultimatum kimi də, tipa yəni ki yəqin ki bunların hamısı bir ultimatumdur da cəmiyyətdə sənin. Yəni hər nə ilə. Bəs sizin cəmiyyətə ultimatumunuz nədir? Bizim məsələn nədir cəmiyyətə ultimatumumuz? Son zamanlarda cəmiyyəti heç düşünmürəm. Biz cəmiyyətlərə girmirik. Bizim cəmiyyətimiz budur. 2 nəfər. Alsana cəmiyyət. Bir nəfər daha. Biz bu qədər kiçik cəmiyyətlərə düşürük ki. Səncə bu yaxşıdır Zosi? Bəzi şeylərdə yaxşıdır. Çox bizi bəsləyir bu. Əslində mənə elə gəlir ki, insan nə qədər çox insanla durmadan əhatə olunursa, bir o qədər özündən elə bir uzaqlaşır. Biraz yalnızlıq, biraz o az kruqda, amma keyfiyyətli kruqda olmaq çox sağlıqlı gəlir mənə də. Amma bəzən də insana lazım olan insandır. Bunu da düşünürəm ki, biz nə qədər çox insanla... Amma kəmiyyət keyfiyyət over kəmiyyət də. Quality over quantity. Yəni mən все-таки başa düşmüşəm ki, əvvəllər həmişə əhatəmdə çox insan olurdu, amma bəlli yaşdan sonra necəsə elə gətirdi ki, həyat, bəlkə indi Amerikadakı həyatın da etkisi oldu. Çünki yanında kruqum istər-istəməz azaldı. Amma bəlli yaşdan sonra başa düşdüm ki, artıq çox insan məni yorur. Ya mənim də məsələn mental sağlamlığıma çox böyük kruqlarda olmaq yaramır. Yəni mən elə yerlərdə olanda sən demiş özünü itirirsən də. Məsələn, əslində sabah hamı deyir, falan yerə gedirik. Sən oraya getmək istəmirsən, sən o cəmiyyətin bir parçasısan deyə oraya getmiş olursan və nəticədə özünə zərər verirsən. Bir şeyin parçası olduğun üçün komandanın. Prioritin deyil ora getmək. Prosta gedirsən çünki sən də o kruqun bir parçasısan dediyin kimi. Amma bir yandan da mənə elə gəlir ki, o insan hekayələrindən də mən çox bəslənirəm. Yəni insanları dinləyim, daha çox insanın təcrübələrini belə görüm də. O da maraqlıdır. Və olmayanda da onun boşluğudur. Məsələn, onu da yaşamışam ki, harasa məni məsələn çağırıblar, demişəm, ayda heç getmək istəmirəm deyib gedib o qədər yaxşı vaxt keçirmişəm ki, çünki insan biraz o təkliyə də öyrəşəndə onun üçün o sosiuma çıxmaq biraz çətinləşir. Ki məndə o problem yoxdur. Yəni məncə səndə də yoxdur. Biz yəni gedəndə gedirik. Biz getdiksə orada ən çox əylənən biz oluruq. Getdiksə ən çox əylənən biz olacağıq. Exactly. Və oradan elə olur. Bəlkə ora musmırıqla gedəcəyik, amma gedəndən sonra getməyə. Ona görə yəqin ki
görürsən ki, əgər uzun müddətdir sosiuma çıxmırsan, bir çıxsan bəlkə faydası var. Hə, onu mən də düşünürəm ki, buranın mənim üçün də mənfilərindən biri xüsusilə yaşadığım ştatın. Məsələn, New Yorkda belə deyildi. New Yorkda mənim həyatım çox daha sosial idi. Burada mənə çox çətindir öz kafamızda insanları tapmaq. Çox çətindir, O da doğrudan da. demirəm, yoxdur o insanlar, yəni səhv başa düşmür. Bəlkə yollarımız prosto üst-üstə gəlməyib. Ştat olaraq o qədər geniş bir ştatdır və hər şey, məsafələr çox genişdir və həyat tərzi şəhər həyat tərzi deyil. Yəni bu insanların günahı deyil. Bəlkə burada elə adamlar var ki, ən yaxın dost olardıq biz. Şəhərdə yaşasaydıq da, məsələn, İstanbul kimi olsaydı, New York kimi olsaydı ki, bayaq evdən çıxdın kafe şopa, məsələn, New Yorkda mən də elə idi. Gedirdim hər gün eyni yerdə kofe içməyə. Artıq ora gələnlərlə dost olurdum. Artıq gələn dəfə səndən məsələn ev house partisinə çağırır. Artıq barista ilə bir kəlmə söhbət edirsən. Bura elə bir ştat deyil. Bu ştatın mənim üçün ən böyük mənfilərindən biri budur ki, bura məni çox yalnızlaşdırıb. Nə deyirsən, köçək? Eventually məncə köçəcəyik. Eventually köçəcəyik. Onsuz da həmişə bu haqqda danışırıq. Sadəcə olaraq həyat elə gətirdi ki, indi olduğumuz yerdə olmalıyıq. Bir də həyat etaplardan ibarətdir də. Burada məsələn daha yalnızıq, amma görsən podkast edirik və birdən-birə nə qədər yüzlərlə insanla sosiallaşmış hiss eləyirik və onlarla da. Bəzən bizə mesajlar yazırsınız DM-də, kstati. O da bizə çox xoş olur. İkimiz də oxuyuruq. Gözləyənlər olar ki, gözləyənlər var, 4-cü gün gəlsin ki, həqiqətən də o bizə çox gözəl təəssüratlar bağışlayır və motive eləyir ki, daha da çox sizinlə danışaq, videolar çəkək. Yenə biz bugün çox qarışıq danışaq. Belədir də, xaotik insanlarıq, yəni ki. Amma maraqlı mövzular idi. Yəni danışdıqca adam belə bir şey oldum, yəni gedib məsələn düşünəcəyim mövzulardır çoxu ki, biz bugün nələr danışdıq. Mən gərək gedim ChatGPT-yə bəs-bəsin mənasını anlatım. Sən ona gedib gedim biraz ona dərs keçim. Bəs-bəsiz çox səfanlıyıb. Yəni bəs-bəsin yanından keçməyib heç. ChatGPT işə düzəlmək lazımdır. Onların Azərbaycan dilində onları treyn eləmək lazımdır. Demək ki, Azərbaycan dilində onları ChatGPT işləyən varsa götürsün bizə işə. Bağladıq.